hər kəsi xoş gördük. Əziz şəhid analarımız, atalarımız, qarşınızda baş əyirik. Çünki sizin övladlarınız Azərbaycan xalqını qəhrəman, qalib xalq kimi bütün dünyaya tanıtdı və bizə o şərəfli günləri, zəfər günlərini yaşatdılar. Çox sağ olun ki, bu cür övladlar böyütmüşsünüz. Bugünkü kitaba gəlmişkən, Pərvanə xanım mənim elə bilirəm ki, özümün doğma bacımdır və onun hər bir uğuru mənim də uğurumdur. Çox sevindim ki, növbəti kitabı artıq işıq üzü gördü. Pərvanə xanım, davamlı olsun, uğur sizə yaraşır. Çünki Pərvanə xanım çox zəhmətkeş bir qızdır. Pərvanə xanım həqiqətən də öz üzərində işləyən yazardır, öz üzərində işləyən publisistdir.